Hər vaxtınız xeyir olsun. Bugün ilk vlogumu paylaşıram sizlərlə. Axşam Xaçmaza gedəcəyik. Oradan da dostlarımızla Qubaya keçəcəyik. Yəqin ki, TikTokdan, Instagramdan izləyənlər var məni. İstədim burada da belə bir səhifə açım və videolarımı bölüşüm sizlərlə. Deməli, çıxırıq artıq evdən, hardasa 1 saata. Nələr edəcəyik, hara gedəcəyik, hər birini bölüşəcəm. İzləmədə qalın. Deməli, gəldilər marketdən. Görək nə alıblar. Nə almışsınız, göstərin. Bu bunlara aiddir. Bu sizə aiddir. Adama bir dənə. Bir yerdə sular. Ayılmağa. Aydın. Spiçkadır. 3 paçka spiçka orada var. Ağıldı. Adama bir Limon almadınız? Limon aldım. Nə? Limon. Əsas keçə limon alıblar. Neynədin rəsmi? Limonu neynədin? Pərvin dilində limon, Aygün dilində yoxsa ya da tərsinə. Benimkidir. Limon. Bu da güvən. Akşam sabah da güvən çörək yiyəcək. Biraz soğanlı. Hə. Hacan kızım. Hadi el ele kameraya. Ulan ne oldu? Ama meyve. Al bana. Al çakmak. Görmemişsiniz o Aygün dediği şey. De Honda, Honda maşını. Şimdi onu görmemişsiniz. Görmemişim. Bazı siz görmüşsünüz de onu. Hə, mən görmüşəm. Ben ümumiyyətlə sizi yeni tanıyacağım. Bunlar tanıyacağım. Yani yaxşı vaxtlarımızda görməyiblər. Sağ olsun, kasıb vaxtımızda yanımızdadır. Əsas o. Ya əsas odur. İmin kimlər günü idi sənin? Acun günündə atası günündə nəsə bilmirəm tema oldu. Çıxdıq oradan əsəblə gəldik. Balaxanın içində olmuşsan. Beton zavod tutulmuşsan. Ora çatanda bir də Acun gözləmədi bu man yoxdur sarı, narıncı rəngli bir maşınları. Girdi Acun gəldi vurdu maşının dalını getdi. Mən də geymişəm Aksarıska. Qara şalvarla indi belə. Ayağımda da inspektor tabanımı asmalı oldu. Yəni insan o bir məsəl var. Deyir, malına gələcəyinə, canına gələcəyinə mala gəlsin. Amma məndə tərsinədir. Allah haqqı. Bilməm Allah olsun, avariya olmuşsan yoxsa yox ümumiyyətlə. Dəhşətli bir səsi var da, dəhşətli. Yəni cəmaət avariya olanda ailəyə uşağa baxar ki, necədirlər? Bu yox. Maşının bir dənə sadəcə. Hə, bu maşının krlosu yoxdur, krlodakı faranın altı bir dənə belə açılmışdı. Dəhşətli. Qaqa düşmüşəm, o da içilmiş. Yanında da 2 nəfər, 1 nəfər. Bir dənə qaçmaq qaçıram inspektoruna. Özə söyə-söyə, balakanlı həqiqətən qaçmaq. Getdim nəsə tini döndüm, yandırdım, sağa keçdim maşının qabağına. Şutdum bunları aşağı zat. Düşdü bunlar aşağı, gördüm içiblər, gəldi bunların qonşusu çıxdı, atası şeylərdə. Qışqırmışam, səsimi atdım. Maşın bir amca kırlosu azdır. Mən də qarşıma, ay sən xəbərin var, maşının yarısı gedib, o maşını aldırdım sənə zat. İş bizə qaldı. Bilirdim axırda mənə qalacaq. Aslım yoxdur axı burada. Bax. Bu kebaba çox adamın əli dəydi, çox dadlı olacaq. Hamının əli dəyib bura. Badımcan da nə qədər eləmişsin? Hə. Duzlayacaq bunları. Əsas məsələ piydir. Onun Aygün'ün tarifidir bu. Deyir badımcanların içərisinə quyruq qoyursan dadlı olur. Bakılılar belə eləyir, bilməm də başqa zonada eləyirlər ya, yox. Biz belə eləyirik yəni. Bu badımcanlar çox əkədir. Hə. Hə, bu qızartmalıqdır. Belə. Rəsmiyən Yaqub seçibdi. Çox uzun deyil bunlar. Balaca belə seçəndə qəşəng olur. Alışverişi Bakıdan edip gelmek lazım. Buradan da yandırmağa çalışırıq. Rəsmin getdikcə gedib toyuq alım. Hə. Ki az olmasın. Birdən də. Bitti, bunu da elə şişə çəkərik bunları. Çək istəyən bir dənə də. Bunları da çəkmişəm. Hə, hamısı çəkin də. Çəkin qoyun hazır. Ancaq bu qədər oldu. Qəşəng Gəl oldu. buradadır, gəl baxaq.
2 dənə. 2 dənə gedəcək. Yoxsa salatın içi üçün. Yo, yemək. Yemək üçün salat üçün çevirsiniz acaba. Salat üçün istəsən piy çıxardarsan içinə. Olsun da piy də qatacağım, dadlı olur. Hə, çox maraqlıdır qızlar. Çox olacaq yağlı. Bax bunu bilmirdim. Bunda Aygün dedi. Çox dadlı olur. Bir də Ay, nə deyirəm ki? Elə. Leyla. Nədir onun adı? Buz ətini heç bastırma eləmirlər. Ayca. Ay, nə dedim ki? Hə, bax. Dedim ki, ay gün çox adamın əli dəyir ki, çox dadlı olacaq. Əli dəydi və əli şişləndi. Hə, baxın qızlar, əli bayağı şişdi ha. Aha. Göyərsiz razı. Bibi olan otaqda sumkadadır. Всё qızlar. Əlsiz bir blogeriniz var. Yaxşı başlamışdın, amma nəysə. İlk video belə oldu. Buranın mənzərəsi işte. Baxın, işıqlarımız yandı burada qəşəng. Nə deyirsən? Elə. Hara getmişdik Rəşmin? Toyuq almadan. Boy, toyuq da çəkirik. Bizi satmadı. Bu da çubuş. O nədir? Sarıydı. Şey, burada 2 dənə qaldı. Salyarkadır Yaqub. Bəs deyirdim mən peşəkaram, yandırıram, biz hələ yandırırıq. Sülür yandı. Mənə taxta lazımdır, bir bıçaq. Taxta bıçaq, hə, doğramağa. Hə. Şey eləyim. Buzdur da ana, 6. Sveç yox idi mama. Altı üstünə fərq var. Yox, yəni oturacağı buzlu idi, üzü açılmışdı. Aygün hal-hazırda toyuqla mücadilə aparır. Dalaşıram. Dalaşır. Allah'a dəhşət buz deyə bütün. Bıçaq da kütdü. Rəşmin qardaş da burada manqalımızı hazırlayır. Yandırmağa çalışır. Daha doğrusu. Sən Yaquba baxanda yaxşısan. Qanadı hər adam belə çıxarda bilmiş. Ustası oldum belədir. Buzlu çıxardım. Ayaqqabı kababından qalma. Bax, qapqara deyir. Qapqaradır, bomba kimi. Təzə mazdan. Sağdan qarşı belə kaçırır. Bu da deyir təzə mazdan çıxmış. O nədir? Hazırlar pişdi qədər. Mane olur. Qızlar kebabı çəkdi. Görün necə qəşəngdir. Nə deyirsən? Kebab. Bizdə də verdi kebab. Qızlar məclisin axırına yaxın marojna zakaz verdik. Özümüz gedə bilməsək də Boltla zakaz verdik. Və yeyirik. Nuş olsun. İkinci partiya yeyir ya bu birinci. Bir partiya yemişik. Bu da ikinci partiyadır. Bugün birinciyim inşallah. Bağladım ikinci. Selamat kalın. Sabahda yeməyəcəyik, bu evdə yemək. Pərvin vapça işini yeməyib. Hə Pərvin? Olan o gözünüzü qabağında da. Deyir bu boyda ət yemiş. Mən kebab sevmirəm. Bunlar sevirlər. Kərimlə mən əsas yemişik. Bu da ikinci porsiyadır. Rəşmin də 30 ildən sonra 36. 36. doğrudan Rəşmin marojna yeməyib ki, neçə ildən sonra da yeyir. 2 ildə yeyir. Qarmartı vardı da. Təsəvvür elə Rəşminlə restorana girdi. Mən deyirdim ki, soyuq kolu. Rəşmin deyirdi, otaq temperaturunda. Belə qızlar. İşte. Necə dəsin? Qəşəngdir. Ye baxın. Ama yemeği ye, sonra alamıyoruz sonra. Ayşe, ну как? Yanda ya. Məncə yaxşıdır, hə. Yaxşı elədim, belə qalsın. Dostum biraz da elə. Kızlar saç içini dağıttık уже.
çox qəşəngdir amma, hə? Rəsmin dadına baxdın? Utanmır yəni. Mən Rəsmin. Çağı qoy yerə. Çağı qoy yerə. Dadı necədir? Hələ bax. Soyuq ya, soyuq. Həbib ver mənə qabığı. Gəldi uşaqları atraksiyona gətirdik. Atraksiyon da can istəyir. Kitablar gəldi qızlar. Daha əl çəkmir. Burada göy kitabıdır. Bu da qarındır bu. Ət. Da ət kitabıdır. Bu da əslidir. Nə? Onu getirin, şey gelip gelin yiyin. Deməli qızlar, çıxdıq Qubadan, gəldik Xaçmaza. İndi Xaçmazdayıq. Buradan da promoy evə gedəcəyik. İnşallah. Aynen. Nəhayət ki gəldik evə. Aşiş ikimizdirdim. Banan istəyir, banan verəcəm ona. Yemək yedi. Bu qədər yorğunam, inarsınız. Qablarımı yudum. Burada belə göstərim. Paltarlarımı da atmışam. Birisi yulsun, ikinci res, üçüncü res, dördüncü res yuyacam. Belə. Burada istəyirəm vlogu sonlandırım. Şimdi orada gəlir. Gecəniz xeyrə. Bilməm saat neçədir. Çox yorğunam. Sağ ol elə. Sağ ol elə, sağ ol. Sağ ol.